Təsərrüfatı məhsullarına ciddi iqtisadi zərər vuran qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə Aqrar Xidmətlər Agentliyi tərəfindən kompleks mübarizə tədbirləri həyata keçirilir. Hazırda 20-dən çox texnika, 30-a yaxın xidmət əməkdaşı zərərvericinin daha çox müşahidə olunduğu şimal-qərb və qərb regionlarında daxil olan məlumatlar əsasında ictimai yaşayış obyektləri bağacığın sıx müşahidə olunduğu məntəqələrdə bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirir. Bundan başqa sərhəd keçid məntəqələrində ölkəmizə daxil olan avtomobillərin və qatarların dərmanlanması prosesi icra olunur. Aqrar Xidmətlər Agentliyi tərəfindən Zaqatala, Balakən, Qazax, Quba, Xaçmaz rayonlarında sakinlərlə mütəmadi maarifləndirici görüşlər keçirilir. Görüş zamanı bağacığın yayılma yolları, vurduğu iqtisadi zərərlər və mexaniki mübarizə üsulları barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, vətəndaşlar da mübarizə tədbirlərində yaxından iştirak etməsi, zərərvericini mexaniki üsullarla toplayaraq məhv etməsi olduqca vacibdir. Əhali ilə də sıx ünsiyyətdə olarkən də mesajımız ondan ibarət olur ki, onlar öz çardaqlarını, öz evlərinin bacalarını diqqətdə saxlasınlar, heç olmasa süni qışlama yerləri yaratsınlar bağacıqlar üçün. Çünki bağacıq onun üçün sakit bir mühit lazımdır və dalda ilənməsi üçün bir süni mühit, məsələn, köhnə paltarlar olsun, köhnə xalçalar və yaxud qutuların araları olsun. Və beləliklə də onlar ora sükunət dövründə olduqda əhali təbii olaraq həmin yerlərdə kimyəvi deyil, mexaniki üsulla, yəni toplayıb adi üsulla məhv edə bilərlər.